Bayramınız mübarək olsun Azərbaycan xalqı. Azərbaycanlılarının bu gözəl bayram münasibətilə təbrik edirəm. Sistemimiz həmişə huzurlu, bərəkətli olsun. İnşallah. Bu ləpələrə nə deyərsən? Ləpəcik. Ləpəcik. Aldınız? Görecek naz edir ömrüm günüm, Həsrinə dərdimsə deyib can günüm. İlk qeyd olunan çərşənbə axşamı hansıdır? Cavab vermir. Nədir bu? Nədir bu? Nədir? Axşamınız xeyir olsun xanımlar və cənablar. Ailəmizin Xəzərində başla görək verilişində bu möhtəşəm gündə, yəni 21 Mart Novruz bayramı günündə hər birinizi salamlayıram. Bəli, bugün bayramdır və bu bayram münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Hər kəsə can sağlığı arzu edirəm və arzum budur ki, bu il bizim hər birimiz üçün düşərli olsun. Amin! Və əlbəttə ki, bugünkü gördüyünüz kimi dekorasiyada böyük bir dəyişiklik var. Və əlbəttə ki, burada dekorasiyanın bax bu cür olmasında zəhməti olan insanlar var. Onlara biz təşəkkürlərimizi bildirməliyik. Mən ilk öncə kimə təşəkkürümüzü bildiririk? Ağçeymə alqışlar xahiş edirək. Sonra Monamura dərin təşəkkürlərimizi bildiririk. Bax bu gördüyünüz, bax bu gözəl, möhtəşəm dekorasiyaya görə istənilən şənliklərdə, bayramlarda, toylarda, xına yaxtılarda Monamura müraciət edin və inanın ki, həmin tədbiriniz yüksək səviyyədə keçəcək. İnanırsınız yüksək səviyyədə! Və bir daha dərin təşəkkürlərimizi gül çələnglərinə görə biz Ağçeymə bildiririk. Çox sağ olsunlar, minnətdarıq və əlbəttə ki, biz onlarla dostluq və dost qalmaq fikrindəyik. Öpürəm hər birinizi, çox sağ olun, minnətdaram və əlbəttə ki, verilişi başlamaq istəyirəm. Yeni gəlmişkən mənim elə geyimim də elə Monamurdandır. Təşəkkürlər bildirirəm. Elə bir mənim əynimə dikilib, ölçülüb, dikilib bu geyim verilib. Təsəvvür edin ki, şəhərdə belə gəzəsən. Bütün şəhər belə gəzər. Super olar məncə. Yaxşı fikirdir. Təbii ki, xəncər, silah gəzdirməyə icazə yoxdur, bəli. Və indi isə biz komandaları dəvət eləməyə hazırıq. Komandalarımız çox möhtəşəm bir komandalardır. Yəni, orada tanıdığınız məşhur insanlar mövcuddular. Onlar bugün dırnaqlarını, dişlərini itiriyib gəliblər ki, bayram günündə qalib olsunlar. Elə isə gəlin birinci komandamızı dəvət edək. Beləliklə, birinci komandamızın birinci nümayəndəsi İlham Kərimli gəlir. İlham Kərimli xoş gəlib, buyur əyləşdir icra edirəm. Bəli, ikinci qonağım, çox sevdiyimiz bir qardaşımız gəlir bura. Görən kimi tanıyacaqsınız, Nazim Məmmədov!
xoş gəlmirsən, necəsən? Bir gün otarmışlar qardaşımızın şərəfinə. Bəli, İlham qardaşımızın yanında əyləşirsən. Və dördüncü gələn, yəni kişilərdə üçüncü, amma komanda üzrə dördüncü olan sevimli müğənnimiz gəlir. Emil Bədəlov! Əyləş xahiş edirəm. Və nəhayət komandanın kapitanı gəlir. Çox istedadlı bir xanım. Bir dəqiqəyə 148.000 dənə hərəkət edən bir xanım gələcək bura. Fatimə Fətəliyeva! Beləliklə, bizim Fatiməni tanıyırıq. Gözəl rəqqasəmiz, müğənnimiz, bəstəkarımız, rəqqasımız. Deməli belə, mən verilişlərimizdə olmusu sual vermişəm ki, bir dəqiqəyə nəyi bacarırsınız? Bəlkə kimsə yadda saxıb, kimsə unudub. Bəlkə yeni bacarıqlar mövcud olub, xəbərimiz yoxdur. Yeni nəsə bacardığınız var mı Fatimə? Ayda bilseydim belə sual olacaq bir şey fikirləşərdim. Mən demişdim ki, rəqs edə Bəli, bilirəm. o qədər şey bacarır ki, bilmir hansını desin. Ona görədir. Emil. Uşağa baxa bilirəm. Allah sağ olasın. Nazim. Mənim bacardığım çox işlər var, amma onlar dəqiqəsini hesablamamışam. Hesablamamışam. Onda saniyə və saniyə gedir işlər, bildiniz? İlham. Yəqin ki, rəqs eləyərdim. Rəqs et. Bir dəqiqə neçə dəfə dövrəyə vura bilərsən yerində? Nə bilim, valla. Saymamısan. Yox. Komandanın adı nə olacaq? Komanda adı Onu da fikirləşməmişsin. Mon Amour. Mon Amour komandasına alqışlar xahiş edirəm. Mon Amour komandası oyuna hazırdılar. Və indi isə biz digər komandamızı dəvət edirəm. Orada da aslardır yeri gəlmişkən. Görün kimlərdir orada. Gəlin qarşılayaq beləliklə. Birinci gələn Məcid Hüseynovdur. Hoş gəlmişsən. Salam aleyküm, bayramımız mübarək. İkinci iştirakçımız Fərda Xudaverdiyev. Fərda Xudaverdiyev, ay can. Bəli. Harda, ürəyin harda istəyir? Bayramımız mübarək olsun. Harda istəyir? Salamlayıram hamımızı, əla olsun. Əyləş Məcdin yanında. Növbəti iştirakçımız da çox maraqlı bir insandır və maraqlı bir tipaj, xarakterik bir tipaj gəlir bura. Müşfiq Şahverdiyev. Müşfiq Şahverdiyev. Hoş gəlib qardaşım, səfa gətirim. Əyləş rica edirəm qardaşların yanında. Ben Barbiye, Kergulu. 3 nəfər, bax, tapmışıq. 3 nəfər, deməli belə. Margunov, Nikulin, Vitsin. Margurov? Mən niyə Margurov? Margunov. İndi isə komandanın kapitanı gələcək. Çox incə, zərif bir xanım gələcək. Bəli. Və o xanım dedi bayaq, mən bugün mahnı oxuyacam. Dedim, əlbəttə ki, elə şey olar ki, sən gələcəm mahnı oxuyasan. Beləliklə qarşılayaq. Gülay Zeynallı. Əyləş Gülay. Deməli belə, komandanın adı Mon Amour. Və sizin komandanın adı nə olacaq? Qrupumuzun adı isə bayramla əlaqədar. Yumurta komandası, alqışlar. Nə yumurta? Şəkər bura. Ləpə. Ləpə komandası. Açıqlaması, buyur, açıqla, doğrudan niyə ləpə? Hansı ləpə? Dəniz ləpəsi? Fındıq ləpəsi? Yəqin ki, inanmıram dənizə fikirləşən olsun, çünki hava Novruzu deyil. Yəni, o da ki, süfrənin vazgeçilməz atributlarındandır. Ləpə, qoz, badam, püstə və qara kişmiş. Qara kişmiş. Süper, bravo. İndi onların da açıklaması var. Sizin ləpəyə ehtiyacınız var. İndi görək onların nəyə ehtiyacı var? Amor sevgi, məhəbbət deməkdir. Böyük sevgi. Mon Amour sevgilimdir, amor sevgi deməkdir. Bəşər yaranından ölənə kimi sevgi var, mövcuddur. Amma kişmişin ləpəyə heç dəxli yoxdur. Yəni kişmiş ləpəyə dəxli yoxdur. Əlindəki paltardan xəbərin yoxdur. Yaxşı.
Soruşmuşam, bir açıqlamaları verirlər. Gülay, bir dəqiqəyə nəyi bacarırsan, artıq nəyi özündə icad eləmsən əlavə olaraq ki, mən bunu bir dəqiqəyə bacarırammış. Mən bir dəqiqəyə bu bayram günündə bir qazan aşı yandırıb qoyaram bir kənara. Bir qazan aşı ötürər, yandırar, qoyar bir kənara. Hanımlar baxsın, örnək götür. Bir dəqiqə nə baxırsan? Bir dəqiqə icazə versəz mən bir dənə ayaq yoluna dayıb qayıdaram. Fərda. Mən haqqı doğrudan xəstəyəm, yəni həqiqətən xəstəyəm. Qardaş Həm sən, belə sözünü hər kimə, yəni mən xəstəyəm. Bir dəqiqə, hamımız xəstəyik. Kimizin razı. Bizi ləpə elədi belə. Ləpə belə eləyir. Danış. Bir dəqiqə nə bilirəm? Məndən soruşur. Bilsəydim özüm eləyərdim. Səndən zəhmət olar. Mən bir dəqiqə 1 kilo ləpə yeyərəm. Bir dəqiqə 1 kilo ləpə yeyərsən. Təşəkkürlər, çox sağ olun. Komandalar hazırlar. Bugünkü yarışmamız bayramla bağlı olacaq. Amma ilk öncə mən istəyərdim ki, İlham qardaşımdan və Fatimədən bir gözəl rəqsi bərabər izləyək. Buyursunlar. Monamur komandasının azarkeşləri kimlər olacaq bugün? Bəs ləpəciklərin? Beləliklə, biz birinci raunda başlayırıq və 100 xalın taleyini həll edirik. Bioksin xüsusi hazırlanmış təbii tərkibi ilə saçların tökülməsinin qarşısını alır. Bioksinin tərkibinin sirri onun tərkibində olan 59 elementin mövcudluğudur.
Bundan əlavə, bioksen məhsullarının tərkibində hamımıza yaxşı məlum olan 1001 dərdin dərmanı 100% təbii bal var. Bioksen məhsullarını istifadə edərkən eyni zamanda siz sağlamlığınızın da qayğısına qalmış olursunuz. Çünki bioksen məhsullarının tərkibində paraben və bu kimi digər sağlamlığa zərərli qatqılar yoxdur. Bioksen məhsulları Almaniyanın Dermatest klinik laboratoriyalarında test edilmişdir və saç tökülməsi problemi olanlarda effekti sübut edilmişdir. Mart ayı bayramlar ayı olduğu üçün bioksenden sizlərə hədiyyə. Bir ədəd bioksen, yağlı, quru, normal və ya kəpəkli şampun alana bir ədəd kosmetik çanta hədiyyə. Bioksen, saçlarınız tökülməsin. İllərdir yüksək keyfiyyəti və müasir zövqü ilə fərqlənən Evrolux şirkəti daima alıcıları düşünərək yeni məişət elektronikalarını sizə təqdim edir. Məhsullara tam zəmanət verərək, alıcıların inamını doğruldaraq artıq 15 ildir ki, Respublikamızda fəaliyyət göstərir. Evrolux, illər sürən güvən. Siz ən yaxşısına layiqsiniz. Belə bizim birinci oyunumuz milli oyunumuzdur. Keçmişdə bu oyunu çox oynayıblar. Ən çox da gənclər, uşaqlar oynayıblar. Sakit qulaq asırıq. Deməli belə, orada gördüyünüz qozlar göy xəttin üzərine dayanıblar. Buradan qırmızı xətti keçmədən bu şəkildə vurub qozları çıxardırıq. Beləliklə, birinci yarışa siz başlayacaqsınız. Sizdə... Qoz işinə mən baxım. Qoz işinə sən bax. Gəl qardaş. Gəl lazım. Bayaqdan çox ləpə işləri var. İstəyirəm ki, o ləpələri məhv eləyim. Beləliklə, hazırıq. Başla. Görək. Bravo. Göğe, göğün içerisine, göğe at. Biraz kalağa. Ela. Ela. Necatına. Ela. Buraya çok. 5, 4, 3, 2, 1, 0. Sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə qoz. Qaldı öz yerində qalanları. Və indi isə sizdə qoz işinə baxan kimdir? Qoz işinə qoz. Fərda. Olmadı ki. Gəl. Fərda. Bir dəqiqə vaxtım ancaq üstdən atırıq. Bir dəqiqə. Hazırsan? Başla. Görək. Bir. Götür, qabı götür. Qabı götür. Qab. Göğe vur. Ela! Getdik, devam edelim. Ela, göğe, Ela. Göğe.
8, 9, 10. Dört dənə. Burada vur, bir də Da vur da bunu da. Belə şey varmış ha, belə şey Evet, var. ne eləmə. Beləliklə bu yarışmada 100 xalı Monamur komandası Nazimin köməyi ilə öz hesabına yazdı. Biz davam edirik. Növbəti xal 150 xaldır. Yəqin ki, indi fındıqlar yarışacaq. Biz yarışmamızı başlamaq istəyirik və indiki yarışmada deməli başlayacaq sizin komandanız, Ləpə komandası başlayacaq. Qaydalar necədir? Yumurta bu şəkildə qoyulur. Oyunçu bir rezin vasitəsilə bu yumurtanı buradan götürüb aparmalıdır. Düz axıra qədər xonçaya yığmalıdır. Kim daha çox yumurta yığsa, o da qalib olacaq. Hazırıq. Hazırıq. Aydındır qaydalar. Başlayır. Buradan kim oynayacaq? Məcid. Məcid oynayacaq. Sizdən kim oynayacaq? Hələ bir. Uduşdu tüvə, tamam, hadi qoy bura, qoy bura. Başla görək deyən kimi bunu Hazırım, bura hazırım, qoyacağım, sonra hazırım. özüm kömək edəcəm. Hazırıq. Başla! 90 saniyə vaxtım var. Başla görək. Çək. 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 Rezini çəkmək lazımdır. Çək. Çək rezini, rezini çək. Rezini çək. Çəkmirsən, çək. Çək elə, tanrım çək. Elə başında. Rezini çək. Az damladı. Beləliklə Məcid 4 dənə yumurtanı öz ünvanına çatdırdı. Alqışlar xahiş edirəm. Heç güzel çalmalar. Bir Kimdir şey o komandanın olmadan. nümayəndəsi? Kim gəlir? Emil gəlir alqışlarla. Əsas. Bildin ki, tarıma çəkmək lazımdır. Beləliklə, hazırıq. Emir Asatdır, narahat olma. 90 saniyə vaxtım var. Başla! Görək! Bir! İki! Sağ beni. Sağ, teşekkürler. Alkışlar.
Beləliklə 1, 2, 4, 6. Emil, alqışlar Emilə. Yaxşı, indi icazə verin sənin bir səsin çıxsın. Bunlara... Bu ləpələrə nə deyərsən? Ləpəcik. Ləpəcik. Aldınız. Balaca ləpəciklər. Beləliklə mən görürəm ki, biz irəlidəyik. Monamur komandasının artıq 250 xalı var. Biz davam edirik. Növbəti yarışmada 200 xalı talihi həll olunacaq. Bu dəfə sual cavab var. Görək 200 xalı qazana bilirlər yoxsa yox. Belə, daşırsınız siz. Hərənin öz sualı var. Kimsə kiməsə kömək etmir, qəbul olunmayacaq. Oradan gələn kömək qəbul olunur. Başla! Görək! Novruz bayramından əvvəl hansı günlər tonqal qalanır? Su çərşənbəsi gündə. Çərşənbə axşamları. Çərşənbə axşamı. Qəbul olunmur. Xonçaların tam ortasında hansı atributu görə bilərik? Qoğal. Yox, səməni. Məhz bu 4 künc şirniyyatın ortasında qoz fındıq ləpəsi olur. Valla nə deyim, fikrim qalıb 2 dənə cavab. Paxlava. Novruz bayramında qapıya atılan nəyi boş qaytarmazlar? Papağı. Papağı. Bayramda süfrəyə hansı hərflə başlayan 7 növ ərzaq qoyulur? Balıq, su, su. O 7 bayramındadır, balıq yoxdur bizdən. S hərfi, səməni, süd, Qoy deyim. qəbul olunmur. Süfrələrə şam düzün, qoy arzunuz Çin olsun mahnısının ifadəsi məşhur müğənnimiz kim idi? Məmməd Bağır. Məmməd Bağır. Tələs biri, qardaş. Yalnız bir doğru, 2 doğru cavab var. Mən sizi təbrik edirəm. Çox sağ olun. Eyni sualları bizə verin. Biz birlik. Hə. Sağ olun. Başla! Görək. Görək! Novruz bayramından əvvəl neçə çərşənbə axşamı keçirilir? 2. 4! Xonçaların qıraqlarına nə düzülür? O burada olanda öyle ona göre. Şəkər bravo. Şam! Şam düzülür. Məhz bu şirniyyat üzərinə çəkilən naxışlarla tanınır. Şəkər bura. Doğrudur. Nəyin üstündən tullanarkən ağırlığım, uğurluğum keçmişdə qalsın? Odun üstündən. Odun, tonqalın. Bu döyüşü udanlar əsas toyuğa borcudurlar. Xoruz döyüşü. Yox, yumurta. Xoruz döyüşü. Bayram idi, gecə quşu oxurdu, adaqlı qız bəy corabı toxurdu şeirin müəllifi kimdir? Ha, çox sağ olun. Çox sağ olun. Şəhriyar. Hansı personajın qısa boyu, başının qıraqlarında az saçı var? Keçəl. Keçəl. Tutduq. İlk qeyd olunan çərşənbə axşamı hansıdır? Cavab vermir. Üç doğru cavab, 2 doğru cavab, 200 ve 250 xal. 200 xal. İndi isə növbəti yarışma olacaq və 250 xalın taleyini qızlar həll edəcəklər. Və indi isə Gülaydan mahnı gəlir. Saç tökülməsi problemi olanlar, saç tökülməsini dayandırmaq və itirilmiş saçları geri qaytarmaq mümkündür. Bunun üçün saç kökünə təsir göstərməklə saç tökülməsini dayandıran və itirilmiş saçları bərpa edən Bioxen çeşidləri ixtiyarınızdadır. Xüsusilə də Bioxen Fort şampunu 8 qat zəngin formulu ilə bütün saç köklərini aktivləşdirir və saç tökülməsinin qarşısını alır. Bioxen, saçlarınız tökülməsin. Məni görəcək naz edir ömrüm günü, xətrinə dəydimsə deyim can günü. Bu həyatda biz yaşarıq bir dəfə,
mahnının musiqisi və sözləri. Musiqisi və sözləri Ceyhun Əliyevə məxsusdur. Təşəkkürlər Ceyhuna, alqışlar. Təşəkkürlərimizi bildiririk. Qutular yarışması başlayır. Biz bayram yarışmamızı davam edirik və təbii ki, bu məqamda hamıya bəllidir qutular yarışmasında yalnız və yalnız xanımlar iştirak edir. Xanımlarsa kapitanlardır. Birinci kapitan olaraq bura Gülay gələcək. Gülaya alqışlar. Zəhərləyən düşən, bir də ağlımda çala ki, zəhərləyən düşən heç bir şey yox. Heç bir şey yox. Zəhərləyən düşən heç bir şey yox. Sənə kömək edirik, deyil? Ay Gülay, sənə uğurlar. Ay, təşəkkürlər. Yəni uduzasan. Gəl Gülay. Oradan, buradan. Buradan ora. Hazırsan? 250 xalın talihi həll olunur. Sizin xatirinize udacağım. Düzdür. Siz onun xatirinə udduğunuz kimi. Ləpəciklərim sağ olun. Ləpəciklərin sağlığına deyil. Gör nə deyir. Bir Günay, dənə ləpə var hələ. böyük ləpələri, böyük ləpələri. Bəli. Başla! Görək! Yavaş. Yumurta, Yumurta. toyuq. Yaxşı baxırıq. Nədir bunun adı? Kişmişli nədir bu? Yo. Xurma. Xurma. Yox. Hey, Xurma deyil. adı neydi onun? Adı nə idi onun? Bu nədir? Evet. Şabalık. Şabalık. Bu kırmızı renktedir. Bunun adı Kırmızı nedir? renk, nədir adı? Adı neydi? Adı Değil neydi ya, bunun? kırmızı renk. At. Demi. Gaz. Gaz. Ördek. Ördek. Bunun adı nedir? Kırmızı renkte diye deyin de ne Gelme, olur. Bildim. 3, 2, 1, 0. Adını bilmedim de bir kırmızı renkte değil. İnanın. Adını bilmedim de değil kırmızı renkte. Bir dənə o olanda yaz bilirdik. Şabalık. Şabalıtı dağılır. İnnabın. Düz tapmış. Ördek. Allah. Bu da ki yumurta. Bak, Deməli 3 doğru cavab. İsə Fatimə alqışlar xahiş edirik. Bəli, beləliklə Fatimə. Deməli belə, qorxduğun nə varsa çıxardaq. Kərtənkələ. Kərtənkələ ürəyin gedir. Qorxursan. Qorxuram. Kərtənkələni. Onu elə bayaq buradaydı, dəyişdik gözümün qabağında. Hazırıq. Bəli. Başla! Görək! Xoruz. Xoruz! Kasa. Piti pişiriləri. Neçə görək ki? Səməni. Səməni, Fındıq. fındıq, Ay Allah bu. Bir an. Kasa. Yox. mani olmuyor. Yo, mani olmuyor, qəbul edəcəm bunlara. Piti pişiriləri. Piti qabı. Ay Allah. Nədir bu? Nədir bu? Nədir? Kasadır da. Kəsədir də. Kruşka. Kruşka, yağ, Su qabı. sıp qabı da deyil. Yaxındır. Yaxındır. Bilmirəm. 7, 6, 5, 4, 3, 2, 1, 0. Nədir o? Dayan, adam zorla dağıtıp oradan çıxardır. Az, dayan, dana, ürəyim patladı. Ay Allah. Və mən onu tapmamışdım abi, onu bilmirdim. Buna... Sən bir dəqiqə, xahiş edirəm. O birisini tapmadım axı. Bir dəqiqə. Siz mənə gərək kömək Yox, eləyərdiniz də. kömək eləyə bilmərəm, çünki bu zıvır keşi özün vurub attın qırağa ki, bu nədir, lazımdır. Bu... Sərmisə Həvəng bəzər. dəstədir. Sonra burada doğru cavabıydı fındıq. 50 qabaqdasınız. Ha, pulsim var. Siz geri onu dəyişməyəydiniz. Yox, o kərtənkələ dəyişdi. Səməni. Mən dedim ki, o kərtənkələdən qorxur, dəyişin. Ürəyə gedər. Bu da xoruz. Xoruz. Bax, kül təpəsində belə kişi olar, nə gündədir buna bax.
Bu nə bə? Adı ki xoruzdur, nədir qorxusu? Ay Allah. Bu nə bə, bu nə bə? Paraliz vur bey onu. Bax. Beləliklə 250 xalı tən ortadan bölürük, hesab edirik. O komandada 250 var idi, sizdə 200 idi. Nə edirik? Qaldı elə. 175 bizlikdir. Ha 175 yok. 60-ın 40-a böləkçəsi. 25 oradan geldi. Neçə oldu Monamurda? Ortalıqda qalması bölgəsi. 125. 375. Necə mən o padvayı silədi? Mən onu tapsırdım. 325. Beləliklə biz yarışımıza davam edirik. Burada son raundun önəmi var. 300 xalın taleyi həll olunacaq. Və ondan sonra da biz biləcəyik ki, qalib komanda kimdir. Nə baxırsan? Beləliklə, indi biz təşəkkürümüzü bildirəcəyik. Bu gözəl gördüyünüz bu figurlara, bu taxtı taca görə Monamura alqışlar. Və bu gördüyünüz səməni, xonçalar, güllər, güllə bağlı bəzəklərə görə biz Ağçəyimə alqışlar. Alqışlarla təşəkkürlərimizi bildiririk. Beləliklə, son yarışma və 300 xalın taleyi həll olunur. Son yarışma əsl oyun havasında keçəcək. İndi son yarışma 300 xalı qazanan komanda qalibdir. Heç-heçə sərf edir, heç-heçə sərf eləmir. Müşfiq, heç-heçə sərf eləmir. Qati. Müşfiq gəl! İlham gəl! Göstəririk. Bax bu qab sıxmaq üçündür. Bu sıxılmaq üçündür. Bu doldurulmaq üçündür. Bu da içmək üçün. Başla! Görək! Gedik! Müşfiq! İlham! Əla! Müşfiq! Hərdən otur! Tez! Əyləşin, mani olmayın. İlham tez ol, geçişirsən. İlham geçişirsən, tez ol. Beləliklə, əziz və hörmətli tamaşaçılar, bu məqamda mən yalnız nə deyə bilərəm? Mən onu deyə bilərəm ki, burada İlhamın üstünə o qədər yerdilər, İlhamı da nə İlham, əl çəkin, nə mənlə? O elə dedi. Amma, baxın, Müşfiq, bax, gözünə portakal suyu ver, bax. Deməli, görün ki, heç inanın ki, bu toka taxdığımız sokavucu maddə dediyimiz belə çəkə bilməz. Bizdə ondan çox idi. Görün nə qədər təmiz, Bizdə ondan çox idi amma. nə qədər saf. Şair də yaxşı deyil. Saniyeler kalmıştı hala. Əsiyəm bir də mən, doldur içim bir də mən. Aya, ömür keçdi, gün keçdi, adam olmam bir də mən. Ana bir deyil. Nətərən uduzdu. Beləliklə, bu yerdə qazandığınız xal 625. Bravo. 375. 25'i veriyorlar ha bizdeki. 600. Allah səndən razı olsun. Allah razı Sağ ol, olsun. geç, Allah geç. razı olsun. Aparım ola İşini gör. Çox sağ ol. Səxavətli oğlandır. Çok sağ ol yani. Dayanın, Müşfiq söz deyir. Komandanın kaptanı koy
o cik sözünü götürsün də oradan. Ay sonra. Ləpələr oldu da indi. Cik, ya ləpələr. Ləpələr gücü. Dön onda. Bəli, ləpələr. Ləpələr komandası. Ağ çəymə, biz güllərə görə təşəkkürümüzü bildiririk və 10% endirim kartı ilə bu gülləri bizim Çox sağ ol. iki gözəl xanımımıza təqdim edirik. Xoş gəldiniz. bir də. Təşəkkür. Və hədiyyələrsə təbii ki, ləpələrindir. Sizə təşəkkürümü bildirirəm və hər birinizin ayrı-ayrılıqda təbriki. Bugün bayramdır. Mən ilk öncə sizlərə özlərin təşəkkürümü bildirirəm dəvətinizə görə və Azərbaycan xalqının bayramını təbrik edirəm. Neçə belə bayramlara Amin. çıxaq, süfrəmiz həmişə ruzlu, bərəkətli olsun. İnşallah. Allah İnşallah. qoysa. Buyurun. Mən də bütün təbriklərə Bildim də, müşrik sənindir, bildim. Mən də bütün təbriklərə qoşuluram. Yəni biz sənət yoldaşlarımızla yarışırdıq. Söhbət yəni yarışdan getmir, söhbət hədiyyədən getmir. Üzrsəm onlar tosoranı götürüm. Tosoranı götürərsən. Mən hər iki tərəfi Hər iki tərəf, təbrik qız tərəfi, edirəm. oğlan tərəfi. Lazım olsa mənim hədiyyəmi kimsə istəsə, inanıram ki, qardaşlıq elib istəməzlər. Tosoranı istəmirəm, yeməyə də zad qızdıran. Demədin tosoran. Bayaq demədim ki, Adını bilmir, ona görə tozdur. bayramımız mübarək olsun. Axır ki. Neçə belə bayramlar olsun. Ay sağ ol. Allah razı olsun. Fərda, buyur qardaşım. Hara gedirsən, ha kişi? Verili tutarmayın. Tutarmıyor yəni. Bayaqdan deyir, söhbət oyundan getmir. Yəqin ki, heç kim incimir. Həqiqətən çox gözəl əyləndik. Mən verilişdə ikinci dəfədir qonağam. Yaradıcı heyətə əziyyət çəkən, yəni tamaşaçılar yalnız buranı görür, amma arxada əziyyət çəkən çox insanlar var. Təşəkkür edirik və sözsüz ki, Azərbaycan xalqımızın bayramını təbrik edirik. İnşallah ehtiyatsız bir ömür, gözəl bayramlar arzu edirəm. Buyur. Ya Allah, mən də bütün Azərbaycan Danışmasan da olur. xalqını Otur, təbrik təşəkkürlər. Buyur. Fatimə, dinləyirik səni. Sənin təbriklərin Fatimə. Qaldı yazdım. Cavab vermirəm. Cavab vermirəm. Yazıydı ha. Ha, belə. Nəysə. Fatimə, buyur. Mən də əlbəttə ki, Azərbaycan xalqımızı, dünya Azərbaycanlılarının bu gözəl bayram münasibətilə təbrik edirəm və bu günləri biz bu yarışmada doğrudan da həqiqətən də dostlarımızla yarışdıq və biz bu günləri udursaq da, qoy hər zaman elə bax dostlarımıza uduzaq. Yəni düşmənlərimizə uduzmayaq. Ən əsası odur. Bayramımız mübarək olsun. Yeri gəlmişkən Məcid mənim dostumdur ya. Azər müəllim. Hə. Olar bir iki dənə şəkər buradan götürməyə. Otur sən qaqaş, ala bunu da. Allah kömək olsun. Allah başıma dönərəm sən. Allah kömək olsun. Quzu ki, sən göydən tapmamışsın yerdən. Allah kömək olsun. Atın başına. Yaxşıdır, Allah. bəsdir. Allah ruzu bol eləsin. Buyur. Allah balalarınızı sağlasın. Sağ olun. Təşəkkür edirəm. Mən də həzz aldım. Doğrudan bugünkü gündən həzz aldım. Belə gözəl, çox istədiyim insanlarla verişdəyik, bir yerdəyik və bayramı belə gözəl hal əhval-ruhiyyədə qeyd edilir. Ürəkdən xalqımızı təbrik edirəm. Həmişə şükür içində olaq, həmişə bol ruzu, bərəkət içində olaq. Amin. Çox sağ ol İbrahim. Təşəkkürlər. Buyur Nazim. İlk növbədə burada və harda bizi eşidirlərsə o insanları təbrik edirəm. Mənim ən sevdiyim bayramdır uşaqlıqdan bəri. Və öz ailəmi başda anam olmaqla ən yaxın dostum Emilin ailəsini və mənim bugünkü qrup yoldaşlarım Monamor'un ailələrini, özlərini təbrik edirəm və qarşıda oturan qalib komandanın ailələrini, özlərini, qohumlarını, onları sevənləri təbrik edirəm. Lütfən, buyur. Qardaşa naqıllıq eləyə bilər. Mən də öz növbəmdə bütün bu arzulara, bu təbriklərə qoşularaq Azərbaycan bütün xalqını, həm də tamaşaçılarını bayram münasibətilə təbrik edirəm. Çox sağ ol. Buyur qardaş, zarafat edin, buyur. Buyur, yo. Mən də bütün burada əyləşən dostumdur. Tamaşaçıları, bütün Azərbaycan xalqını, bütün Xəzər ailəsini, bizim komandamızı, rəqib komandamızı, Monamor. Sizə uzun çəkəcək qardaşım. Hər kəsi, bizi izləyən hər kəsi təbrik edirəm. Sizə uzun çəkəcək, mən sizə öpürəm. Sağ ol. Həmişə belə bayramlarda.
Çox sağ ol Məcid, təşəkkürlər. Sağ ol. Və bayramınız mübarək olsun Azərbaycan xalqı. Və sonda Emil qardaşımızın mahnısıyla biz bugünkü proqramı tamamlayırıq. Sizə sağolasınız.